3. Yoga Friends of Figma'da. Yeni gündən salamlar dostlar. Kanalıma xoş gəlmisiniz. Mən Əfsanəm. Bugün səhər çox qəşəng bir yerdə açıram. Hal-hazırda Dədə Qorqud Parkındayım, amma niyə buradayım? Dostlar, bugün Friends of Figma Bakunun Azərbaycandakı ən böyük dizayn communitysinin Bakıda yoga eventlidir. Ben bugün Friends of Figma Baku ilə birlikdə Azərbaycanın ən böyük dizayn communitysi birlikdə yoga dərs edirik. Mən bugün yoga dərsi verməyə gəlmişəm. Çox maraqlı şəkildə 2-3 il bundan öncə mən bu communitydə işləyirdim. Həm eventlər təşkilatçılığına kömək edirdim, həm dizayner kimi işləyirdim. Bu könüllü bir təşkilatdır və Azərbaycandakı Figmanın bir rəsmi yeridir. Rəsmi əməkdaşlığı edirik. Figmanın Azərbaycandakı partnyorlarıdır və bir yerdə eventlər edirik. Və bugün isə çox fərqli bir event edirik. Mən 2-3 il sonra burada gəlmişəm. Yoga dərsləri verməyə o qədər xoşbəxtəm ki, çünki bu community mənim üçün çox dəyərlidir. Həm dizaynerlərdir, həm yoga bir araya gəlir və bugün də çox günəşli, çox gözəl hava var və təbiətdə birlikdə yoga eləyəcəyik. Gedək, görək. İndi tapmalıyam mən Friends of Figma'nın dostlarımızı birlikdə görüşüb burada yer tapacağıq ilk öncə və tapacağımız yerdə də birlikdə yoga eləyəcəyik. Dostlar, səhərdəki taksi ilə gəldim. Mən ümumiyyətlə uzun sürə Asiyada, Bali'də yaşayandan sonra bu cür aqressiya mənə çox kəfənəylər. Bu cür aqressiya mənə çox maraqlı gəlir də. Yəni bu taksi, hər kəs belə deyil bu arada. Nədənsə bu səhər çox belə aqressiv bir sürücü ilə gəldim. Və eyni zamanda da çox konforlu bir maşınla gəlmişəm. Sadəcə sağ olsun sürücü o konforu sağlaya bilmədi. Nəysə, indi gözləyək, görüşək. Heç nə bugün mənim keyfimi poza bilməz. Sadəcə bizdəki servisi, xüsusilə də taksi servisləri, nə yalan deyim, çox-çox aşağı səviyyədədir da. Ay, bugün çox qəşəng gündür. Bu arada mikrofon almışam özümə. Səsi daha yaxşı ötürmək üçün dərs prosesində çəkib göstərəcəm bugün nələr etdik dərsdə. Bu arada dostlar, mən yoga dərsləri verirəm, onlayn şəkildə də verirəm. Və təbiətdən çox belə gəlirik birlikdə. Bakıdakı müxtəlif parklarda bir yerdə yoga dərsləri edirik. Yoga mənim həyatımı həqiqətən dəyişdirib, dönüşdürübdür. Ona görə də əlimdən gəldiyi qədər bu işığı, bu huzuru, xoşbəxtliyi yaymağa çalışıram. Bu arada mən yoga macərama necə başlamışam? Mən ümumiyyətlə Bali'yə köçdükdən sonra, Bali'də bir il yaşadıqdan sonra mənim həyatıma yoga gəldi. Ondan əvvəl də var idi yoga həyatımda. Sadəcə aktiv şəkildə mən yoga etmirdim. Amma yoga indi hal-hazırda mənim həyatımın bir fəlsəfəsinə çevrilibdi. Hər addımımda, hər hərəkətimdə yoga mənimlədir. Və hal-hazırda onu tədris edirəm. Bu arada mən Bali macəralarımı da YouTube kanalımda paylaşıram. Oradan vloglar paylaşıram, məsləhətlər paylaşıram. Oraya necə köçdüyümü, tək səyahətlə bağlı videolar da paylaşıram kanalımda. Abunə olaraqdan kanalımdakı videolardan xəbərdar qala bilərsiniz. Dostlar, görüşdük. Burada etməyi düşünürük. Hələ ki bilmirik, icazə varmı burada, yoxdur, amma burada etməyi düşünürük. İndi baxırıq ki, yağış yağmağa başladı. Yığışdıq bir yerə, indi baxırıq ki, yağış yağmağa başladı. Bali bu Bakıya da gəldi.
Gəldim, mən matımı burada açdım. Yenə də gələcək iştirakçıların sayına görə dəyişdirəcəm yerini. 20-30 nəfər gözləyirik. Kitapta değil mi? Aha, o kitabdadır. Dostlar, təcrübələriniz. Qabaqdan incə baxdım. Həyatımda yaşadığım en güzel tecrübe Dəfsən xanım, çox sağ olun. Müəllimdən müəllim. Bu arada mən vlog çəkirəm bunu YouTube'a. 3 Yoga Frenzo Figma'da.
günün sonuna gəldik. Telefonu ümid elədim saatımı. Yavaş-yavaş gedirəm evə. Çox qəşəng bir tədbir keçdi. Hamının enerjisi möhtəşəmdi. İzlədinizsə sona qədər. Kanalıma abunə olmağı, şərh yazmağı, bəyənməyi unutmayaq. Dəstəklərinizi görmək məni çox sevindirər. Özünüzə yaxşı baxın. Bəlkə də növbəti yoga dərslərində görüşdük. Kim bilir?